Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Yenə də ruhumuzun şəfası verilişi ilə qarşınızdayıq. 3 gün dalbadaldır bu veriliş gedir. Amma bu növbədən kənar ona görə oldu ki, Rafiq müəllimin sırağa günkü verilişindən sonra çoxlu sayda xahişdə, ricalar bulundu bizə qarşı. Hər kəs dedi ki, onun bitkilərlə, hətta şəfa tapanlar da yazdı ki, bitkilərdən keçən dəfə danışmadıq, ancaq mənəvi söhbətlər elədik. Düşüncələrlə bağlı, düşüncənin dəyişməsindən və bu dəyişmənin səhhətimizə müsbət təsiri ilə bağlı frazalara toxunduq. Amma sırf bitkilərlə bağlı da Rafiq müəllim yeni icadları deyək, ixtiraları deyək, yeni tərkibləri, qarışımları ilə bağlı da soruşurlar. Ona görə dedim ki, elə Rafiq müəllim nə qədər ki, Türkiyəyə getməyib, elə fürsət ikən onu necə deyərlər, dırnaq arası yaxalayaq. Və bugün yenə də dəvət eləmişəm. Xoş gördük Rafiq müəllim. Sağ ol Canan, çox sağ ol. Dəvətimə görə təşəkkür edirəm. Ötən dəfə o qədər maraqlı danışdınız ki, insanlar çox bəyəndi. Deyir, bax bunları eləmək lazımdır, insanlara bunu təlqin eləmək lazımdır. Doğrudan da xəstəliyə münasibətimiz, düşüncəmiz, bəzi ən çox da o fraza diqqət çəkdi ki, bəzi xasiyyətlərdən hansısa xəstəliklər doğur. O da bəzi insanlar üçün yeni oldu. Zaman-zaman onsuz da danışmışsınız, amma yeni izləyicilərimiz üçün çox maraqlıdır. Deyirlər ki, tam həqiqətə uyğundur. Deyir, Rafiq müəllim danışandan sonra fikir verdik, görürük ki, doğrudan da bax bu dediyi xasiyyətlərdə olan adamlarda əvvəl-axır o xəstəlik çıxır. Bəzən deyir, özündə yox, övladlarında, ailəsində olur belə hallar. Amma keçək biz bitkilərə. Bu son zamanlar bəlkə bu payızın bu fəsil dəyişkənliyindən, nəmişliyin artmasından, qəfil yağışlar, soyuq, qəfildən də isti düşməsi. Bunlar müxtəlif insanlarda içi elə mən qarışıq, qısa müddətli də olsa ağır soyuq dəymə, qrip keçirdik, nəfəs almada problemlər yanar. İstəyərdim, bax bu dövrü xəstəliklərdə danışaq və nələr də olar və əlacı nədir? Təbii ki, indi payızın ilk vaxtıdır. Havalar yavaş-yavaş dönür. Yəni, bir çox xəstəliklər yayılır. Ən çox indi boğazda, ondan sonra nəfəs yollarında, ağız xəstəliklərdə çox yayılma var. Qrip. Ən çox özdə kiçik uşaqlarda çox olur. Qızdırma ilə gəlir. Ondan sonra görürsən, quru öskürək ilə boğaz qıcıqlanması. Belə xəstəliklər daha çoxdur. Və bir də ən çox mən indi yeni bax bu illəri bitkilər hazırlamışam. Hətta bir neçə də mənə Avropadan standartlarına uyğun gələn Avropada, yəni qanunla bunlardan dərmanlar hazırlar. Bax belə bir bitkilər var məndə gətirmişəm. Yerli bitkilər də bunlar. Yerli bitkilər var. Əsasən çalışıram ki, yerli bitkilərdən istifadə edək. Amma bəziləri var indi o çətinliklə tapılır. Ona görə də məsələn, Bolqariyadan gətirmək olur bitkilər, sonra Cənubi Afrika tərəfdən məsələn gətirmək olur. Mirradır, ondan sonra sokudur, şirəsidir onun. Bolqariyadan tərkibində güclü yığıntı elementlər olan, vitaminlər olan, ondan sonra bitkilər var. Bunların çoxunu görürsən deyəndə gedib tapa bilmirlər. Başlayırlar. Yox, Cənubi Afrikadan bura gətirmək də var. Söhbət elə. Yox, mən bura gətirmək mən Türkiyədən aldım. Əlaqələrdən gələnlər var, görürsən, xahiş edirəm, gətirirlər. Bax, indi mən bu günləri ən çox nədən danışmaq istəyirəm? Müraciət edənlərin çoxu bu damar genişlənməsi ilə, ondan sonra bu dayaq hərəkət sistemi ilə çox, ondan sonra sümüklərdə, kəmiklərdə də törəmə, yeyilmə, ondan törəmə ilə bağlı müraciətlər çox olur. Bax, hamı da şikayət edir, dərmanların da çoxu kömək eləmir. Amma yenə də deyim, elə xəstəliklər var ki, onlar o 3-cü, 4-cü dərəcəyə çatanda artıq ora həkim müalicəsi də lazımdır, yaxşı həkim lazımdır ora, yaxşı düzgün dərmanlar seçilsə, bu bitkilərlə də paralel biraz o zaman azalır da, tez müalicə olunur. Bir də var ki, məsələn, arterit-arteroz xəstəliyi uzun müddət xəstəlikdir. Müalicə olunan xəstəlikdir. O tez sağalmır. Hələ biri ikinci dərəcəli, sonrasa bir 3-4 ay müalicə lazımdır. Bax, belə bir mən özüm yazmışam. Ona görə oxuyayım dəqiq ki, bilsinlər nəyə xeyir var. Hamısını yadda saxlamaq olmur. Bitkinin adı niyə sonra izahınıza? Yox, adını bəziləri burada olsa tapılmayacaq.
Deməli, ağrı kəsici iltihab əleyhinə, ondan sonra sinir sistemin sakitləşdirir, bədəndə olan o duzları, ondan o yığıntıları təmizləyir, onları xırdalayır, təmizləyir. Ondan sonra hansıdır bunlardan? Burada yoxdur. Var, bax burada, bax budur. Budur. Sümüdə törəməni götürür. Ondan sonra damarları yaxşı möhkəmlədir, qan dövranı yaxşılaşdırır. Ondan sonra şişkinliklərə yaxşı kömək eləyir. Böyrək üstü vəzinin fəaliyyətini yaxşılaşdırır. Ondan sonra metabolizmanı, ondan sonra birləşmiş toxumalara yaxşı kömək eləyir. Ondan sonra dəriyə yaxşı kömək eləyir, dəridə törəmələrə. Ondan sonra qan damarlarını yaxşılaşdırır. Ondan sonra bax burada onurğaya yaxşı kömək eləyir. Onurğanın nəyinə Rafiq müəllim? Onurğada yığıntılar olanda o osteoxondroz deyirlər. Ondan sonra sinir sıxışması olanda bax onlara hərəkətlərlə də eləyəndə bunun içində çox yaxşıdır. Ondan o topuqlarda bədəndə şişkinlikləri götürür. Bir neçə adamlar var ki, müraciət ediblər. Spazmanı götürür, ağrını götürür. Yenə deyirəm, podaqrada artritdən möhkəm kömək eləyir. Ondan sonra həm tərlədicidir, həm sakitləşdiricidir. Ondan sonra iltihab əleyhinədir. Bax, belə bir şey var. Ondan sonra ürək qan damar sistemi üçün var. Siz sadəcə 3 nümunəni gətirmişsiniz. Qalan hamısı ayrı-ayrı nümunələr. Burada bax, bəs bunun bəzən soruşurlar, bu nəyəsə bir əleyhinə olur? Əks təsiri yoxdur. Normal, bəzən orada hamilə üçün. Yox, hamiləlikdə əlbəttə süd verən analarda olmaz. Təbii ki, bunlar mən soruşuram. Başqa hansı xəstəlik olmaz? Yox. Başqa yoxdur. Zərəli yoxdur. Əksinə daxili orqanlara yaxşı kömək eləyir. Bilirsiniz, xəstələrin çoxu ilə daxili orqanlarla bağlıdır. Bu dediyimiz o həm sinir sistemi ilə, ondan sonra o stres bayaq danışdıq, həm də daxili orqanlardır. Bunlar hamısı bir-birindən qidalanma, bunlar əlaqədardır. Daxili orqanlar sağlam olandan sonra qaraciyər, öd kisəsi, böyrəklər yaxşı olandan sonra hamısı yaxşı olacaq. Bax, burada belə bir bitki də hazırlamışam. Bax, belə bir var burada, yazmışam, çoxdur. Deməli, şişman adamlarda, kök adamlarda zəiflədici, arıqladıcı. Xoşa gələn qoxusu da var. Çox yaxşı bitkidir. Deməli, burada həm bədəndə olan o yağları təmizləyir, həm sidik qovucudur, həm o şişkinlikləri götürür. Ondan sonra yaxşı tərkibində dəmir var. Ondan sonra dəmir azlığına kömək eləyir. Ondan sonra burada iştahı da azaldır. Ondan sonra maddələr mübadiləsini yaxşılaşdırır, xolesterini zəiflədir. Çox tərkib var, Rafiq. Bəli, ondan sonra mədə-altı vəzinin, ondan sonra maddələr mübadiləsinin vəziyyətini yaxşılaşdırır. Yüngül zəiflədicidir. Yəni bağırsaqları təmizləyir artıq şeylərdən. Yəni çox ağır yox. Məsələn, yüngül. Ondan bədənin də artıq o mayələri təmizləyir. Mədə-bağırsaq sisteminə yaxşı kömək eləyir. Ondan sonra yəni o artıq çəkini çox belə rahat aşağı salır. Amma bir diyeta üçün münasibdir də. Münasibdir, amma diyeta tutanda, yeməklərə diqqət eləyəndə çox yaxşı effekt verir. Yoxsa məsələn bunu içib axşamlar da gecə saat 12-də, 1-də, 11-də ət yeməyi, xörək yemək doyunca bütün günü yeməyinə ki, yorğunam, gəlib evdə axşam yeyib yatmaq, o da ziyandır. Ondan sonra da sidik qovuculuğu var. Ondan sonra burada bax, yəni deyirəm, burada çoxdur. Mədə-bağırsağın fəaliyyətini həm yaxşılaşdırır, həm də həm daxili o selülit qiyşasını yaxşılaşdırır. Ondan sonra demək burada yəni o artıq ki mədə-bağırsağa ziyan verən o dediyimiz o şlaklar var, o yığıntılar var. Onların hamısını bədəndən çıxardır. Ondan sonra bax böyrək üçün var burada hazırlamışam bunlar. Ən yaxşı bu dəqiqə ən çox indi qadınlarımızda bu damar genişlənməsi var. Haşiyyatçı məclisəcə bu yazılar, qeydlər Rafiq müəllimin İnşallah hazırladığı kitabdan müəyyən hissələrdir. Orada bitkilərin tərkibi, onun müalicə effekti, yığılma, qurulma, axırıncı verilişdə də dedim, həmin məsələlərdən bəhs edir. İndi ondan sizlər üçün müəyyən qədər oxuyur. Deməli, Sabir müəllim, bax, burada o damar genişlənməsi üçün, damar genişlənməsi ayaqda da olur, ondan sonra görürsən, ağciyərlərdə də olur, ondan sonra qəlb damarında tıxanıqlar olur. Bax,
o trombların yaranır ha. Onun üçün xəbərdarlıq da, yəni onları təmizləyir. Ondan sonra qanın o qatılığın bax təmizləyir. Ondan sonra trombları təmizlənməsinə kömək eləyir. Ondan sonra onları yavaş-yavaş yəni azaldır. Kapillyarlara, ondan sonra venoz damarlara yaxşı kömək eləyir. İltihab əleyhinə, ağrı kəsici. Ondan sonra xolesterin, lecitin var qanda. Bunların hamısını təmizləyir. Ondan sonra mikrosirkulyasiyanı yaxşılaşdırır. Ondan sonra qanda məsələn o eritroçitlərə, trombositlərə kömək eləyir. Onların normaya salır. Ondan sonra beyində məsələn periferik qan dövranının yaxşı kömək eləyir. Gələcəkdə insult olmursan inşallah. Ondan sonra infarkt olmursan, ağciyərdə problem olur. Yəni bu çox yaxşı bitkidir. Yendirmə damarları çox, onların o selili qişasını çox yaxşı kömək edir. Yaxşı qan təmizləyicidir, detoksikasiyonludur. Ondan sonra yendirmə yanın o qatılaşmasını tez onların qabağını alır. Burada immun sistemi içində var, ürək qan damar sistemi içində var. Hamısını oxumaq üçün istəmirəm. Yəni çünki tərkibdə bəzən deyirlər necə hazırlayır. Bax Rauf müəllim görürsüz deyir, Cənubi Afrikada, nə Bolqarıstandan filandan gətirilmə. Eləsi var Çindən də yadıma gəlir. Monqolistan, Çindən də gətirilmiş. Onların məsələn adları latınca, ondan sonra Monqol dilində var. İndi mən onları hamısını burada izah eləməyim. Yox, aydındır. Yəni siz hardan tapacaqsınız? Apteklərdə də gördüyünüz kimi olmur. Basvelidə, jujubadır məsələn. Belə bitkilər var, çoxdur. Onlar yadıma gəl Afrikadan Tibet dilindədir. Hə, onlar çoxu Çin. Bir bitki gətirmişdiniz, qurumuş, onu üyüdürdünüz. Deməli otağa girəndən adam askırırdı. Bu zob üçün, zob əritmək üçün idi deyəsən. Yox, beyindən o təmizləmək üçündür. Eləcə askırırdı. Hələ onun iyisi, onun tərkibi filan. Rafiq müəllim də bir başqa bitkilərdə müəyyən miqdarda ora əlavələr eləyir. Məsələn bu beyində bu insultdan əməliyyat zad edirlər. Orada o rupçaları sağaltmaq üçün tam %100 sağaltmaq üçün məsələn bitkilər var. Ondan sonra bax gəlirlər çoxu istəyirlər ki, elə nəsə hazır olsun ki, yəni halbuki ona məsələn bir müddət müalicə lazımdır. Həm həkimlər, həm fiziki, fizioterapiya lazımdır. Müəyyən idman hərəkətlər lazımdır. Bunlar eləmək istəmirlər. Həftələrlə, aylarla gedib edirlər və gəlirlər deyirlər ki, sən möcüzə axtarırlar da. Deyirəm, ver içim sağalsın. Bir var, təzə başlayan xəstəliklər 1 ay, yarım ay, 2 ay. Yəni belə yüzlərlə xəstələrimiz var. Sağalır. Mən üzr istəyirəm sözünüzü kəsirəm. Məsələn, bəzi dərmanlar var, atan kimi ağrını kəsir və mən sonra müəyyən yerlərdə məlumat aldım elm adamlarına. Mən ondan sonra nə qədər ağrısam da dərhal ağrını kəsən dərmanlar atmadım. O nə qədər mənfi fəsadlar olanlar da var arasında, hamısını demirəm. Deyir, ondan uzaq durmaq lazımdır. O bizim mədəmizi korruyur. Sənin sözün qüvvəti, Səbul müəllim. Ümumiyyətlə həkimlər də dərmanı yazanda bir çoxları, məsələn ailəmiz olur, qohum-əqrəbələr də görsən gedib o qədər iynə yazıblar ki, gəlib baxıb evdə başqa həkimlərlə məsləhət edib. Onlar deyib ki, bunu siz vursunuz, ölərsiniz. Bunun nə qədər niyə sizə bu qədər iynə dərmanı yazıb? Ümumiyyətlə ona görə də iynə dərmanı yazanda da onun o anotasiyası var. Onlara baxmaq lazımdır. Onların görək o xeyrindən zərəri çoxdursa, heç onları qəbul eləmək. Bəzi allergik iynə dərman var. Bunu yoxlamadan, filan eləmədən. Bəzi apteklər soruşur, sizin filan şeyə allergiyanız var. Bəzən soruşurlar. Amma çox hallarda elə verirlər ki, bu gəlib iynə vurduranda ölə də bilər. Sistem vurduranda ölə də bilər. Şoka düşmək olub. Şoka düşür, bəli. Yaxın adamlardan eşidirəm. Allergiya dediniz. Mən bir neçə xəstələrdə vermişəm, çox yaxşı effekt verir. Allergiya nədir? Həm xarici, həm də daxili faktorlarla bağlıdır. Streslə, ondan sonra tozla, fəsillə bağlıdır. Görürsən, müəyyən evdə toz olur, xalçadır, müəyyən pişik saxlayırlar, müəyyən şeylərlə xəstəliklər yayıla bilər. Onlara qarşı, məsələn, zəhərlənmədir, qusmadır, nasıl allergik vəziyyətdir. Bunlara qarşı yaxşı bitkilərimiz var. Çox gözəl də effekt verir, maşallah. Rafiq müəllim nəli qızıldır. Yəni mən hələ seans eləmirəm. Çünki kiminlə seans edirəm, ağrısı gedir, daha gəlmir. Deyir ki, hə yaxşılaşdım. Deyirəm bu elə şey var, müvəqqətidir axı. Bunu davam eləmək lazımdır. Bu mənada yox, bitkilər mənasında deyirəm.
həmişə dediyim Mən söz deyim bitkimi ki, ola yığanda bilər bismillah fikrinizi edirəm. ayıra bilmir, amma bax bu şabalıda oxşuyur nədirsə. Yox, ona oxşayır amma ayrı Nəsə bitkir. bu Bu bizdə bitmir, bizdə bitmir. Eləmi? Bizdə bitmir bu. Bu nədən ötürüdür? Bu damar genişlənməsini, qəlb damarlarını təmizləyir, onları, venaları yaxşı təmizləyir. Genişlənməsinin qarşısını alır. Bəli, ateroskleroza yaxşı kömək edir. Bəs o damarın daralması da var. Tromb yox ha, eləcə daralması deyirlər. Ateroskleroz deyirlər. Ona aid də var. Bəli, həmçinin. Elələr amma bunlar damarlar tabii daralır, tərsinə. görsən beynin qan yaxşı getmir ya, təzyiq qalxır, düşür. Ölkədə elə hamının beyninə qan yaxşı getmir. Mən yendirimi həmişə bütün böbrəkləri müalicə etmək lazım. Elə şeylər, sekretlər var ki, onlar adamlar bilmir, həkimlər bilmir, demirlər, həkimlər bilir, demirlər. Ancaq elə məsələn dərman almaq üçün sonra ancaq elə ömür boyu adamlar var ki, təzyiq üçün dərman içir. Amma halbuki bunu müalicə eləmək lazım. Əlbəttə müalicə, təzyiq nədir bir? Yəni adamın özü də ürəkdən istəyir ki, bəli, bu nəticəsi olur. Bəs bu nədir? Bu sümüklər üçündür. Sümükdə törəmə uzad olanda, pis xəstəliklər zad, onların qabağını olur. Tərkibində güclü K vitamini var, Y vitamini. Bu da bir neçə qarışımdır da yəqin. Bəli. Yəni bunlar çünki odun kimisi də var, yarpaq kimisi də var. Bu həm də kalsium var burada, güclü. Yəni sümüklərdə o zəiflik olanda, məsələn, onları bərkidir, möhkəmlədir. Güclü, həm də D vitamini var onun tərkibində. Amma mən bir də məktəbdə uşaqları oxuyan valideynlər deyir, uşaqlarda az qala o da bəlkə də nə vaxtsa sos vermək lazımdır. Təngi nəfəslik yaranır. Nəfəs almada ciddi problemlər var. Məktəblilərdən gedir söhbət. Biz yaşda bəllidir. O nədən olur? Neynəmək olar? Onlar burun tutulmasınlar, nəfəs yollarıyla əlaqədar olan şeydir. Görürsən burunda problem olur, onu həkimə göstərmək lazımdır. Adenoid olur, yəni halsızlıq olur, sanki qoca adamlar kimi oksigen getmir başa, ondan sonra beynə, ondan sonra boğazda problem ola bilər, nəfəs yollarında. Bunları dəqiq analiz eləmək lazımdır. Onlara qarşı bizdə məsələn gözəl siroplar var, məsələn. Çox yaxşıdır. Yəni deyərdim öskürəyi tam götürür ağciyərlərdə, bronxlarda. Əvvəllər mən düzəltmirdim. Bu illəri yəni düzəltmişəm. Gördüm ki, çox ehtiyac var ona. Bir 15-20 nəfərlik var. Çay qaşığı ilə içirsən yaxşıdır. Ciyərləri yaxşı təmizləyir. Rafiq müəllimdə yeni cihazlar da alıb. Məsələn, bəzən elə dərman düzəldir ki, kəhliyotunun suyu lazımdır. Təsəvvürün özü qupquru olan bir şey. Nə qədər yığarsan ki, ondan su tərkibi çıxacaq, həmən onu üyüdən sıxan və s. və ilə demək olar da yəni. Olar. Artıq dünyada inkişaf edib, yəni bunların doğranması, eləsi var, hətta bağ qayçısı belə onu doğramağa gücü çatmır. Gərək o qədər iti və bahalı bir o cihazlar alırsan. Onları Səbuhi müəllim danışırsan da, onlar indi bəzi firmalar var, o şirələri satırlar ona, yağlar hazırlar, heç ona ehtiyac yoxdur. Mən orada çalışıram elə, əsas bitkinin o suyundan, onu da indi hamısını almaq olunmur. Elə olur ki, bir 10 kilo, 20 kilodan yarım litr, uzağı 800 qram belə sok almaq olur, şirə almaq olur. Məsələn, o da sinir sistemi içindir. Yaddaşa, ondan sonra əsəbləri sakitləşdirir, spazmalar ötürür, migrenə, beyin damarlarını yaxşılaşdırır. O da məsələn, hər adama, hər kəsə vermək olmur. Az-az istifadə edirəm ki, yəni müəyyən elə adamlar var, xəstələr var ki. O sehirli eliksiriniz vardı, onu da yenə də... Onu istifadə edirəm, amma heç, onu çox adam məsələn, dərk eləmir. Yox, dərk eləyənlər varmı? İnandırım səni, revmatizm xəstəliyi bu dəqiqə çox gözəl müalicə olunur. Yaxşı zborlar var, amma yaxşıdır, davam eləmək lazımdır. Bilirsən, tutaq ki, mən buna ay yarım, 2 aylıq bir kurs müalicə verirəm. Deyir ki, 10 günlük ver mənə. Baxırsan, qalmır. 10 günə başlayır sənə təsir etmə. 10 gün, 15 günə bitki az-az təsir edir. Birdən-birə olmur axı. Ona görə də çoxu görürsən, yox, mən möcüzə axtarırlar da. Problem olan mən sizin fəaliyyətinizdə görmüşəm. Daha çox yarımçıq qoyanlardır. Ağrım getdi, daha hər şey düzəldi. Siz də deyirsiniz ki, lazım olsa elə. İndi bax, 10 il, 20 məsələn, qarmonalını, antibiotik içən adam var, müxtəlif şüa qəbul edən var, müxtəlif məsələn, xoşa gəlməyən, düzgün diyetə tutmur, ondan sonra əsəbləri sakitdir, normaldır. Yaş dövrü eləsi var, məsələn, 70, 75, 80 yaşı var. Yəni, bunlar da, deməli, sən bu yaşa qədər nə qədər sən dərmanlarla özünü saxlamısan,
Bunları təmizləmək axı vaxt tələb edir, zaman tələb edir. Onu heç kim istəmir axı. Onlar möcüzə axtarırlar. Elə xəstəliklər var ki, üzr istəyirəm, məsələn, orada əməliyyat olub, təbii ki, onu idarə edən orqan var da, o orqan müalicə olunmayıb, səbəb müalicə olunmayıb, amma götürüb oranı əməliyyat ediblər. Yəni, ağrı kəsici ilə bu adam 3 ildir, 5 ildir yaşayır. İndi onu, o səbəbi götürmək üçün müalicə edirsən, başlayır bədəndə müxtəlif dəyişikliklər olur. Görürsən, qorxur, deyir ki, yox, bilirsən, bayaqdan ağrımırdım. Deyirəm, səbəb budur da, bunu başa sallam ki, belə olmalıydı da, bunu sən eləməyiblər. Ancaq sən gərək indi o vaxtı sroku deyirlər, o əməliyyatın müddəti bitəndən sonra gərdə gedib, gən də təzədən bu qədər xərc çəkib, sən ora dərman edirsən, platin qoyarsan, onurğada, beldə. Mən sənə inandırım, bax, bu saat bir neçə ölkədən neçə vaxt edir, zəng edirlər ki, bax, o eliksirdən göndər. Məsələn, MS xəstəliyi olub onlarda, ondan sonra onurğada bir 10 dəfə əməliyyat olan yer var, platin qoyulub. Həmsi onlar çıxıb, elə bir adamdır ki, ilahi, Allaha inanan adamlardır. Deyir ki, sizin o müalicə eləyəndən sonra deyir, yaxşıyam. Amma indi onu hər adam götürmür. Hamı deyir ki, pul vermişəm biraz, qoy bu tez sağalım. Ay, bu yox, bir sən indi təsir eləmədi. Deyirəm, bunun dünyada müalicəsi yoxdur da məsələsi. Amma onu eləyir də, maşallah, yaxşıdırlar. Elə onun adını gərək Rafiq Cərullayev eliksiri qoyaq da, oradan da belə şüşədən mayedir. Əl kəsiləndə, ayaq kəsiləndə elə üstünə əskidə qoyursan, dərhal düzəltməyə başlayır. Gözə sürtsən göz yaşı, qulağa da. İndi amma resepti gərək o tövsiyələr Rafiq müəllim özü verə. Müxtəlif şey, sızanaqlar da allergikdir. Onlar sən elə bir qeyri-adi şeylər. Amma əsas Rafiq müəllim ona görə axtarır. İnanırım elə bir qeyri-adi şeylər olub ki, ginekologiyada da. Məsələn, üzr istəyirəm, yerində doğuş vaxtı. Onu içib daxildə o uşaq, məsələn, ayağı aşağı edib, başı gəlib, ora düzəlib də, normal. Yəni hər şey çevrilib, doğuş normal keçib, mətəl qalıblar. Hələ də inanmırlar. Olanda deyir, yox, ondan olmuyor. Təsadüfən olub da. Deyirəm, siz elə şey qarışmayın. Qoy elə fikirləşsin, görən görür ki, sizin elədiyiniz. Məsələn, yaralarda şəkərlərdir. Görürsən, bəzən o şəkər yüksək olur. Başa salırsan, şəkər normal olmalıdır. O yarada ki, tez sağalsın da. Amma belə sürtürlər, dərman deyir, yox, şəkərim yüksəkdir. Da onda niyə dərman içirəm, elə o sağalsın da. Deyirəm, onda git həkimə də, niyə git əməliyyat elətdir. Bu sağalmır. Bəs indi bu son zamanlar daha çox, məsələn, sizə nə ilə bağlı müraciət edirlər, bilmək istəyərdim. Yenə də bax, axır vaxtlar xroniki qəbizlik idi, qan axımı ilə bağlı. Xroniki qəbizlik idi. Ən çox 87, 90 yaşında, 70 yaşında adamlardan, cavanlarda azdır. Görürsən, problem olub hamiləlik dövründə, yenə sıra öd kisəsi yaxşı işləmir. Müxtəlif öddə də problem oldu. Bilirsən, nə qədər xəstəlik əmələ gəlir insanlarda. Onun səbəbi tapıb müalicə eləmək lazımdır. Çox adam səbəb istəmir. Deyir, elə bir düzəlim, rahatlaşdım. Olmur o. Ondan sonra böyrəklə bağlı, məsələn, ay yarıma görürsən, 1,5 aya, məsələn, çox gözəl effekt verir. Böyrəklərdə 1 sutkaya görürsən, 2 sutkaya ağrılar gedir böyrəkdə. Yəni, ağır xəstəliklər də var, böyrək xəstəlikləri, elə şeylər var ki, təbii ki, təzə başlayanda, müalicə olunsa yaxşıdır. Və də bitkilər nəysə baş verməməsi, yaxud da təzə başlayıb dayanması üçün. Əlbəttə, hər şey... Artıq o, ən yüksək dərəcəyə çatanda bitki neyəcək, gərək əməliyyata gedir. Yox, bütün müalicə üsulları, ümumiyyətlə, xəstəlik təzə başlayanda istəyir, dərman müalicəsi, bitki müalicəsi olsun. Amma bitki müalicəsi belə bir əks təsiri yoxdur da, biz onu vermirik. Yəni, elə bir ağır bitkilər olur ki, biz onu başa salırıq. Onun damcı iləndir. Yəni, onu çox içmək olmaz ki, fəsad da olmasın. Yəni, onların qabağını almaq olur, sağaltmaq olur. Elə şeylər var ki, məsələn, həkim müalicəsi ilə yaxşı həkimlər olur. Mən, məsələn, tanıdığım həkimlər var. Mənə zəng edir ki, bunu əməliyyat eləmişik. Ya, bundan sonra deyir, bunu müalicə eləmək lazım. Bunun bədəni dərman götürmür. Bu şeyləri düzəldirəm, çox gözəl də effekt verir. Niyə? Lap əla.
Çox sağ olun Rafiq müəllim. Bu növbədən kənar verilişdə öz fikirlərinizi dediniz. Yəni əziz izləyicilər, çox sağ olun. Suallarınız olarsa yazın. Mən hamısını sizin adınızdan, bugün sırf müsahibəni mən yox, sanki siz aldınız Rafiq müəllimlə, doktordan. İstəyərdim yenə də, bax elə sual olarsa, kimsə övladı ilə bağlı, uşağı ilə bağlı, özü ilə bağlı suallar olur. Deyin, həm də ekranda görünən nömrə Rafiq müəllimin şəxsi nömrəsidir. Məsləhət ala bilərsiniz, görüşə bilərsiniz, hansısa qarışımdan istifadə edib yararlana bilərsiniz. Mən bir şey də savunmalıyım, üzr istəyirəm. Bilirsən, suallar çox olur, bəzən görsən cavab verə bilmirəm mən. Mənim vaxtım yoxdur, onlara yazam, pozam. Hə, ona görə mən zəng edib soruşmaq daha yaxşı olur. Ondan sonra adamın özünü görmək, səs atmaq daha yaxşıdır. Özünü görmək adamların yaxşıdır. Görürsən, rayondadır, gəlir deyir ki, falan xəstədir. Deyirəm, o çox onun o həkim göstərişlərinin cavabları göndər yenə. Yox, belədir, elədir. Sonra deyirsən, gedirlər, görürsən, inciyirlər. Yox, çox sağ olun, danışdınız. Yox, mən düşünürəm ki, görüşmək daha yaxşı olar ki, siz əncam çəkəsiniz. Belə dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa çatdırdıq. Bizim amalımız, istəyimiz odur ki, sağlam olsun insanlarımız. Elə yaşayaq ki, ruhumuz da şəfalı olsun, orqanizmimiz də sağlam olsun. Sağ olun.